Deyirlər, Quranda haram ayların adları açıq yazılmayıb, demək bunu bilmək üçün hədis kitablarına müraciət etməliyik. İlk baxışdan məntiqli görünür, amma diqqətlə baxanda tam əks mənzərə çıxır qarşımıza. Quranın özünə baxaq. Tövbə surəsinin 36-cı ayəsi deyir, Allah yanında ayların sayı 12-dir. Göyləri və yeri yaratdığı gündən bəri kitabda belə yazılıb, onlardan 4-ü haramdır. Ayə davam edir və 37-ci ayədə əsl problemi göstərir. İnsanların bu ayların yerini öz mənfəətlərinə görə dəyişdirməsi, nəsi adəti. Diqqət yetirin, Quran siz bu ayları tanımırsınız demir, siz bunları təhrif edirsiniz deyir. Tanınmayan bir şey necə təhrif edilə bilər? Ancaq yaxşı tanıdığın, əzbər bildiyin bir şeyi dəyişdirə bilərsən. Deməli, Quranın öz mətni sübut edir ki, problem məlumatsızlıq deyil, mövcud və hamıya bəlli bir nizamın sui-istifadə yolu ilə pozulması idi. Məhəmməd Peyğəmbər bu nöqtədə sıfırdan yeni bir sistem qurmadı. Tövbə surəsinin 36-cı ayəsində deyildiyi kimi, 12 aylıq bu nizam göylər və yer yaradıldığı gündən bəri Allah tərəfindən qoyulmuşdu. Bunlardan 4-ünün haram sayılması isə İbrahim Peyğəmbərdən bəri insanlığa bəlli olan, lakin zaman içində insanların öz mənfəətinə görə bəzi illərdə yerini dəyişdirdiyi bir ənənə idi. Peyğəmbər məhz bu təhrif olunmuş nizamı əvvəlki doğru ardıcıllığına qaytardı və bu öz başına dəyişikliklərə son qoydu. Bax, elə o gündən bəri nə baş verdi? Hər il Ramazan gəldi. Hər il haram aylar sayıldı. Hər il həcc öz vaxtında edildi. 1 il yox, 10 il yox, 100 il yox, 14 əsr. Nəsillər dəyişdi, sərhədlər dəyişdi, dövlətlər quruldu və dağıldı. Amma bu sayım heç vaxt dayanmadı. Ay təqviminə görə haram aylar 1-ci, 7-ci, 11-ci və 12-ci aylardır. Ramazan 9-cu, həcc ayı isə 12-ci aydır. Əslində burada ayların adı belə o qədər önəmli deyil. Çünki 1-dən sonra 2 gəlir, 2-dən sonra 3. Ardıcıllığı bir dəfə bilən onu hər il təkrarlayaraq yaşadır. İndi sual budur. Əgər bu ardıcıllıq 1400 ildir kəsintisiz yaşanıbsa, onu öyrənmək üçün ilk növbədə kitab rəfinə getməliyik? Fikirləşin, bugün heç kim ilin hansı ayında olduğunu, sabah həftənin hansı günü olduğunu bilmək üçün arxiv sənədə axtarmır. Niyə? Çünki bu bilgi yazıda yox, onu yaşadan cəmiyyətin canlı yaddaşında və gündəlik praktikasında qorunur. Ay təqvimi də elə budur. Kağızda yox, milyonlarla insanın hər il təkrarladığı əməldə yaşayır. Maraqlıdır ki, günəş təqviminin tarixində vaxtaşır düzəlişlərə ehtiyac yaranıb. İllər ötdükcə yığılan kiçik fərqləri aradan qaldırmaq üçün təqvim islahatları edilib. Sırf ayın fazalarına əsaslanan ay təqvimində isə belə yığılan səhv problemi yaranır. Çünki hər yeni ay sadəcə səmada müşahidə olunur və hesablanır. Bəlkə də elə buna görədir ki, Quran zamanın ölçülməsində bu təbii, öz-özünü təsdiqləyən üsulu önə çıxarır. Səndən yeni doğan aylar barəsində soruşurlar. De, bunlar insanlar və həcc üçün vaxt ölçüləridir. Bəqərə 189. Bəzən ən möhkəm dəlil arxivdə yox, gözümüzün önündə hər il təkrarlanan həyatın öz axarında gizlənir.